Bugün çox maraqlı bir mövzumuz var. Bir ad düşünün, Dino. Bu adın arxasında inanın ki bir-birindən tamam fərqli, hətta heyrətamiz hekayələr gizlənir. Gəlin bir anlıq dayanaq. Dino, deyəndə ağlınıza ilk nə gəlir? Ciddi soruşuram, beyninizdə dərhal hansı şəkil canlanır? Yəqin ki çoxunuzun ağlına bu gəldi, hə? Bəli, Flintstonelar cizgi filmindəki o sadiq, bənövşəyi, it azavr. Amma dayanın, bu hələ heç nə deyil. Bu hekayənin sadəcə birinci səhifəsidir. Çünki Dino adı bizi cizgi filmlərindən götürüb ta tarixin dərinliklərinə, oradan super sürətli maşınlara, hətta müasir texnologiyanın mərkəzinə aparacaq. Yaxşı, gəlin hamımızın bildiyi o ilk Dino ilə başlayaq. Deməli, bu bir Snorskasavrusdur və ilk dəfə 1960-cı ildə peyda olub. Əslində o, daş dövrünün tipik bir ev iti kimidir də. Bilirsiniz, Fred işdən gələn kimi üstünə atılıb onu yerə yıxır. Tam bir klassik mənzərə. Və bir də onun səsi var əlbəttə. O unudulmaz hürüşləri, çıxardığı səsləri, bilirsinizmi onu kim səsləndirib? Əfsanəvi Mel Blanc. Özü də düz 30 ilə yaxın. Məhz o, bu personaja o unudulmaz xarakteri verib. Yaxşı, indi cizgi filmini bir kənara qoyaq və 180 dərəcə dönüb adın elmi kökünə baxaq. Dinozavr sözü var ha? O, 1842-ci ildə Sir Richard Owen tərəfindən ortaya atılıb. Mənası isə Yunancadan tərcümədə dəhşətli kərtənkələ deməkdir. Bir dəqiqə, sevimli, şirin bir ev heyvanından birdən-birə dəhşətli kərtənkələyə, aradakı fərqə baxın, bu adın keçirdiyi ilk böyük dəyişiklikdir. Elm dünyasındaysa dinozavrlar iki böyük qrupa ayrılır. Birincisi ornitişiya. Bunlar əsasən ot yeyən, daha sakit tiplər idi. İkincisi isə saurişiya. Bu qrupda həm T-Rex kimi ət yeyənlər, həm də o nəhəng, uzun boyunlu zavropodlar var idi. Yəni bu şəkillərə baxanda aydın olur ki, o sadə cizgi film adının arxasında nə boyda mürəkkəb bir dünya, milyonlarla illik bir təkamül xəritəsi yatır. İnanılmazdır, deyilmi? İndi isə mövzunu tamamilə dəyişirik. Hazır olun. Ekrana bir rəqəm gəlir. 278.640 funt sterling. Sizcə bu nəyin qiymətidir? Bu, tamam başqa bir Dino'nun, bir ikonanın orta qiymətidir. Və yox, bu dəfə söhbət hansısa canlıdan getmir. Söhbət Ferrari Dino'dan gedir. Bilirsiniz, Enzo Ferrari bu avtomobili çox gənc yaşda itirdiyi oğlu Alfredo Dino Ferrari'nin şərəfini adlandırıb. Yəni bu maşın təkcə bir metal parçası deyil, bir atanın oğluna həsr etdiyi bir abidədir. Həm də texniki olaraq da Ferrari üçün tam bir inqilab idi. İlk kütləvi istehsal olunan orta mühərrikli yol avtomobili. Deməli, daş dövründən başladıq, avtomobillərin qızıl dövrünə gəldik, indi isə kəmərləri bağlayın, rəqəmsal dünyaya keçirik. Bax bu Dino ilə 100% hamınız tanışsınız. İnternet yoxdur. Bu cümləni görən kimi bu balaca dostumuz peyda olur. Yəqin ki, dünyanın ən çox sevilən və ya nifrət edilən xəta mesajıdır. Bəli, bu Google Chrome brauzerində internet kəsiləndə ortaya çıxan o gizli, sonsuz qaçış oyunudur. İnternet gələnə qədər vaxt öldürmək üçün birə-birdir. İndi sizə kiçik bir hack öyrədəcəm. Əgər bu oyunu heç uduzmaq istəmirsinizsə, göstərilən addımları izləyin. Bu balaca kodu konsola yazıb, Enter'i basın və salam, sizin Dino artıq ölümsüzdür. Bütün kaktusların içindən keçəcək. Bir növ God mod aktiv olur. Amma dayanın, rəqəmsal dünyadakı hekayəmiz bitmədi. Daha bir Dino var. Və bu dəfəki heç də oyuncaq deyil. Bu Dino sadəcə internetdə qaçmır, müasir interneti qurmağa kömək edir. Söhbət Deno'dan gedir. Deno proqram tərtibatçıları üçün müasir bir alətdir. Sadə dillə desək, proqramistlərin JavaScript və TypeScript kimi dillərdə yazdıqları kodları işə salan güclü bir mühitdir. Yəni, rəqəmsal dünyada da iki fərqli Dino'muz oldu. Biri internet kəsiləndə vaxtımızı keçirən sadə bir oyun. Digəri isə proqram təminatı yaratmaq üçün mürəkkəb, peşəkar bir alət. Ən maraqlısı da odur ki, bu proqramlaşdırma alətinin adı da bildiyimiz kimi Dino tələffüz olunur. Adların bu qədər fərqli dünyalarda eyni səslənməsi həqiqətən də çox qəribədir. Gəlin indi bütün bu hekayələri bir araya yığaq. Deməli, başladıq animasiyadakı sevimli ev heyvanından, keçdi yerin keçmiş hakim olan o dəhşətli kərtənkəliyə,
sonra bir oğlun xatirəsinə həsr olunan avtomobilə, internet kəsiləndəki kiçik dostumuza və yekunlaşdırdıq kodun gələcəyini yazan bir proqramla. Vay bə! Düşünün, bu adın səyahətinə bir baxın. Bir cizgi filmindəki şirin hürüşdən başladı, klassik bir mühərrikin qurultusuna çevrildi və sonda bir sətir kodun səssiz gücündə özünü tapdı. Həqiqətən də bir ev heyvanı, bir fosil, bir avtomobil və bir kod. Bütün bunlardan sonra adamın ağlına tək bir sual gəlir. Görəsən, növbəti Dino nə olacaq? Sizcə bu ad gələcəkdə qarşımıza başqa harada çıxa bilər? Bunu isə yəqin ki, yalnız zaman göstərəcək.